20 il bundan əvvəl prezident kimi öz vəzifə borcumu... Bugün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum günüdür. Bu tarix təkcə bir dövlət başçısının dünyaya gəldiyi gün deyil. Eyni zamanda son 10 illiklərdə ölkənin keçdiyi mürəkkəb, lakin qətiyyətli inkişaf yolunu xatırladan bir məqamdır. Müasir Azərbaycan tarixi İlham Əliyevin adı ilə sıx bağlıdır və bu bağlılıq illər keçdikcə daha aydın görünür. Prezidentin doğum günü cəmiyyət üçün həm də görülən işlərə nəzər salmaq, əldə olunan nəticələri dəyərləndirmək və qarşıdakı hədəfləri düşünmək üçün bir fürsətdir. Zaman göstərir ki, İlham Əliyevin liderliyi Azərbaycanı mürəkkəb regional reallıqlar içində sabit, güclü və iddialı dövlət kimi irəli aparmaqda davam edir. Bugün televiziyası olaraq bugün münasibətilə müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynayan dövlət başçımızı təbrik edirik. Hüsniyyə Salmanova, Samir Əliyev, Bugün TV. Borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.